Və üçüncüsü namaz. Namazları çoxaltmaq. Fərz namazlarından əlavə nafilə namazlarını çoxaltmaq. İnne's-salate tenha anil fahşai vel munkar. Həqiqətən namaz insanı pis və münkər işlərdən uzaqlaşdırır. Səni şərrin qıfılı edər namaz. Namazlar çoxaltmaqla. Nə qədər ki şər, pislik sənə gələr, o səndən uzaqlaşdırar onu. Namaz qılırsa namaz səni təmizləyir. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm səhabələrinə deyir ki, sizdən birinizin qapısından bir çay axsa, o çayda gündə 5 dəfə yuyunsa, onda bir kir qalarmı? Deyirlər, xeyr, əlbəttə, ey Allahın elçisi, qalmaz, heç bir şey qalmaz. Peyğəmbər sallallahu əleyhi və səlləm də deyir ki, namaz da belədir. Namaz insanları təmizləyir, pisliklərdən təmizləyir. İnsanı xeyir işlərə müvəffəq eləyir. Nə qədər insanlar vardır ki, namaza başlamamışdan qabaq fikir dərs çəkirlər ki, mən siqareti necə tərk edəcəm, bəhanələr gətirirlər. Namaza başlayandan sonra vallahi atırlar. Yəni sadiq, ixlaslı olandan sonra. Amma xələl olanda görürsən hələ davam eləyir. İxlasında, əməllərində xələl olanda davam eləyir günahlarında. Amma Allah üçün eləyəndən sonra, ixlaslı olandan sonra, düzgün çalışandan sonra o pis əməllər uzaqlaşır. Pis əməlləri təmizləyir və pis əməllər uzaqlaşandan sonra xeyrə böyük bir məcal qalır. Böyük bir meydan qalır xeyir əməllər üçün. Allah onun üçün xeyirləri açır.